Əvvəz Zeynalının bir açıklamasını diqqətinizə çatdırmaq istəyirəm. Əvvəz Zeynallı, yəqin ki, Əvvəz Zeynallının çıxışlarını həmişə dinləyirsiniz, izləyirsiniz. Həmişə Əvvəz Zeynallı açıqlamalarında yenilik, yeni mövzulara toxunur, əziz dostlar. Allah şəfasını versin. Əvvəz Zeynallı çox savadlı jurnalistdir. Mən inanıram, düşünürəm ki, yenə də Əvvəz Zeynallı odlu, alovlu çıxışları ilə yenə də gündəmi silkələyəcək, gündəmi dəyişəcək. Elə indi də gündəmi dəyişmək gücündədir. Sadəcə olaraq biraz səhhəti ilə bağlı problemləri var. Allah şəfasını versin. İnşallah yenidən Əvvəz Zeynallını efirlərdə dayanmadan 2 saat, 3 saat yeni müsahibləri ilə yəqin ki, görəcək. Dostlar, çox maraqlı bir açıqlaması vardı Əvvəz Zeynallının. Mən istəyirəm ki, onu tamaşaçılara təqdim edəm, izləsinlər. Xahiş edirəm, izləyək, görək Əvvəz Zeynallı hansı maraqlı açıqlamaları verib yaxın günlərdə, 2 gün bundan öncə. Ülkəmiz başdan ayağa bir çox maraqlı ölkə olub. Yəni, parodiyalar ölkəsi deməyim, xətrinə dəyməsin ölkəmizin. Yəni, belə bir karnavallar ölkəsi, elə bir Braziliya karnavallarıdır, mesela Argentina karnavalları, ondan, nə bilim, bəzi ölkələrdə pomidor, o yarışı gedir, hamı bir-birinə pomidor atır, iğrənmiş, qoxmuş pomidor. Bəzi ölkələrdə portakal turluyurlar bir-birinə, bəzi ölkələrdə pivə yarışmaları gedir, mesela Almaniyada. Belə bir qəribə ölkəmiz var. Bu həftə də bizim ölkədə deyəsən medal yarışı gedir, hamı bir-birinə medal turluyur. Çox maraqlı bir ölkəmiz var. Darıxmaq... Dostlar, medalla bağlı məndən də çox soruşurlar. Mən təbrik edirəm o medal alan jurnalistləri. Amma nəyi xahiş edərdim? Məsələn, 3-5 il bundan qabaq Əli Həsənov tərəfindən o jurnalistlərə medallar verilmişdi, evlər verilmişdi. İndi onlar utandıqlarından o medalları gizlədiblər. İndi bilmirəm, Əhməd, səhv etmirəmsə mətbuatda, indi bugün Əhməd İsmailov, yəni Media İnkişaf Agentliyinin rəhbəri, tanımıram. Çünki mənim, belə deyək ki, onları tanımağa ehtiyacım da yoxdur. Bilmirəm, o mətbuatda etdiyi xidmətlərə görə Azərbaycan tarixində qalacaq, qalmayacaq, yoxsa Əli Həsənov kimi, Vüqar Səfərli kimi silinəcək tarixdən, həbs olunacaq, olunmayacaq, onu deyə bilmərəm. Və pis, yaxşı cəhətlərində bilmirəm, əziz dostlar. Mən durum deyim, Əhməd İsmailov pis insandır, belə tanımıram. Yəni, yenə deyirəm, onlarla mən maraqlanmıram, fəaliyyəti ilə maraqlanmıram. Amma göz önündədir fəaliyyətləri, əziz dostlar. Mətbuatda, Azərbaycan mətbuatına pul verirlər ki, ancaq Azərbaycan mətbuatı tərcümə eləməklə məşğuldur. Türkiyədə hansısa Diyarbəkirdə avtomobil qəzaya uğrayıbdır, haradasa qar yağıbdır, nə bilim, Əfqanistanda narkotik istehsalından danışırlar, Amerikada Bushdan danışır. Amerikada, nə bilim, George Bushdan tutmuş, Reagandan tutmuş, Clintona qədər, Trump'a qədər danışır, Rusiyada, Vladivostoka qədər gedir, çıxır, amma Azərbaycan mətbuatı buradan bura Beyləqana və yaxud da ki, Gədəbəyə hüququ pozulmuş vətəndaşın müdafiəsini etməyə gedə bilmir. Yəni, Azərbaycanda, əziz dostlar, copy-paste mətbuatı var, tərcümə, copy, bir nəfər tərcümə edir, 30, 40, 50 saytda hamı bir-birindən tərcümə edir. Və yaxud da ki, Rus dilində buna kopiravat vstavit deyirlər, kopiravat vstavit. Copy-paste, İngilis dilində, Rus dilində də kopiravat vstavit edir. Hər halda, əziz dostlar, o medal savaşı ilə bağlı dedi, medal atırlar bir-birinə. Yenə də deyirəm, mənim o medalda gözüm yoxdur. Ən yaxşı medal cəmiyyətin qarşısında etdiyin xidmətdir, cəmiyyət tərəfindən tanınmağında. Mən bu medalı, yəni mənəvi, sözün məcazi mənasında deyirəm, mənən təşəkkürü, daha doğrusu zövqü, mənəvi cəhətdən zövq var da, tamaşaçı, aparıcı və yaxud da ki, yazar
münasibətlərində olan mənəvi zövqdən söhbət gedir. Mən o mənəvi zövqü daha üstün tuturam. Ona görə də medal alan o 150-lik ilə bağlı hamıya veriblər. Əziz dostlar, heç jurnalistikaya aidiyyatı olmayan insanlara veriblər o medalları. Nəysə, təbrik edirəm. Təbrik edirəm, amma elə edin ki, 5 il sonra o medalları cəmiyyətə təqdim edəndə utanmayasınız. Necə 5 il bundan əvvəl sizə Əli İnsanov o medalları verdi, evləri verdi. İndi 200 min, Əli İnsanovun 200 minlik ev verdiyi jurnalist 10 manatlıq medal alır Əhməd İsmayılovdan, Əli Həsənov sür. Belə bir işlər də var. Nəysə dostlar, görək Əvəz Zeynalı nədir? İzləyin, bəyənin, paylaşın və Allah şəfa versin. Əvəz bəyə tezliklə tam sağalsın və yenə deyirəm, yenidən odlu, alovlu çıxışları ilə sizin görüşünüzə gəlsin. Buyurun. Mümkün deyil bizim ölkəmizdə, bunu bilmirəm, amma nikbin olmağa çalışırıq. Dövlətimiz kimi, yəni dövlətimizdəki karnavallar kimi, yəni o qədər gülməlidir ki, bəzən adam mesela qəşş eləyir, bir adam işdən çıxardıblar 15 hektar dəniz kənarında villası və villanın içində saraylar, İmadəddin sarayı. Sarayın birinin adı bilirsiniz nədir? İnqilab sarayı. Çox hörmətli Ağsaqqalın qardaşı oğlunun, Ruslan Əyyubovun böyük villasının saraylarından birinin adı İnqilab villasıymış. Acaba nə inqilabı? Sigaret inqilabı. Azərbaycan dövləti Əvəz Zeynalının kimlənsə telefonda danışığını və nəfəsini izləyə bilir. Bu dövlət 5.000 manata, 10.000 manata görə, olmayan 20.000 manata görə bizim ömrümüzü çürüdür. Bu dövlət Əziz Orucovu, mənim əziz qardaşımı buradan da salamlayıram, Kanal 13-ün rəhbəri, milyon yarım tirajı olan ən böyük internet televiziyasının rəhbərini 3 sotda özünə ev tikdiyi üçün həbs elədi. 2 il günə gün yatırdı. 15 hektar dəniz qırağında, sıfır dəniz. İndi fikirləşirlər ki, bunun 5 hektarında ev var. Və bunun 10 hektarında nə varmış? Əcaba bu 10 hektarından bu nə işlə məşğuluymuş? Sigaret mi daşıyırmış? Başqa daha nə daşıyırmış? Dənizə sınır, bilmədilər. Hər kəs hər şeyi bilir. Nə oldu bu hamısı? İndi mən o vaxtda yenə danışacağım papalarının, gül balalarından. Generalın oğlu general olur. Generalın kəndisi general olur. Nə bilim, filan kəsin polkovnik oğlu işdən çıxarıldı. Büyünün xəbərlərinə bax da, Hacı Mazanın polkovnik oğlu işdən çıxarıldı. Hacı Mazan zamanında Azərbaycan mediasının qatillərindən biri. Nə bilim, filan kəsin, nə oldu elə bu dəniz gömrüyü elə bu adamlara baxırmış, bu Qızıl Ağsaqqala baxırmış. Elə bu Qızıl Ağsaqqalın hər şey bunun ailəsiymiş. Nə oldu? Bunlar dövlət idarə ediblər. Yoxsa bunlar 15 hektarlıq villa bizim bildiyimiz onlarla, yüzlərlədən biridir. Bu 15 hektar yerdə bəlkə də milyard manatlıq villa, o qədər laqeyd baxırıq ki, amma əziz Orucov tutduq. Əziz Orucovun 2 gül balasını, 3 yaşında və 5 yaşında qızlarını əziyyət verdik, ağlatdıq. Həmin vaxtda o yaşda deyildilər hətta. 5 yaşı var idi Almazın. Əziz dostlar, Əziz Əzizovun yəqin ki, həbsdən çıxanda görüntüləri mən sizə təqdim etdim və onun 2 az yaşlı övladına türmədən çıxarkən aldığı hədiyyələr və o uşaqlar atasının boynuna necə sarılmış. Əlbəttə, Qafqazın ən böyük tirajlı səhv etmirəmsə, Azərbaycanın 1,5 milyon üzvü vardı, onun rəhbərlik etdiyi YouTube kanalının, Kanal 13-ün
2 il günə-gün türmədə oturdu əziz dostlar. Maddələr də aydın. Əvəz Zeynalov ondan danışır. Davam edək, görək daha sonra nə deyir. Almaz var idi. Almaz Əzizin ayaqlarından yapışıb ata getmə deyirdi. O göz yaşlarıdır. O göz yaşları o villaları dənizə töküdü. Dənizə. Niyə bilmirdi Azərbaycan dövləti? Məlahət xanım, xeyr ola. Mənim birinci həbsimdə Ramiz Mehdiyev, buldozerləri mənim evimin sərhəddinə, mənim evimin divarlarına dayanmamışdım. Allah rəhmət eləsin, Sirus. Təbrizliyə, mən biləni məsələyə müdaxilə eləmişdim. Yəni, karnaval ölkəsidir, yəni, gözəl ölkədir. Yəni, adamlar bir kilo ət ala bilmir, nə bilim, Singapurdan ət gətirirlər, Somalidən ət gətirirlər, Cibutidən ət gətirirlər. Tövlə tikməyə qadağan eləyiblər, tövlə tikmək olmaz. Bu qalıstuqlu qədər deməyim, nəysə. Bu qalıstuqlu cavanlar, bu Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinin bir dənəsi kənddən deyil, bir dənəsi kənd bilmir, bir dənəsi qoyun bilmir, bir dənəsi quzu tanımır. Baxın dostlar. Bir o İmran, neydi o? İman Kərimov, elə İmrandır. İnam Kərimov. Bir o İmran Kərimovu. İnam Kərimov deməsi. Kənd Təsərrüfatı Naziri təyin olunan kimi getdi, quzunu qucaqladı, estağfurullah, quzunu qucaqladı, üzündən öpdü. Ona görə də mükafat aldı. Çox yaxşı mükafat. Bunlar cavan uşaqlardır. Mən o günü bir araşdırma yazısı oxudum. Bir adam Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində işləyən bir nəfər kənddən xəbərsiz. Dostlar, Siz bu şəhərdən, bu qalıstuq. Bu verişin əvvəlində mən dedim, kənd uşaqları ilə bağlı ki, orada təmsil olunmur. Demək, Əvəz bəyin sözüydü bu. Buyursun, görək Əvəz bəy daha sonra nə deyir? Bu uşaqları nəyə gətirib qoyursunuz o? Kənddən xəbərsiz, arpanı bilmir, buğdanı bilmir, qoyunu bilmir, qoyun necə doğur bilmir, buzov necə dana, inək necə doğur bilmir, süd bilmir. Bu inək görəndə belə burnunu tutub qaçır. Nə gəzir bu Kənd Təsərrüfatı Nazirliyində? Tövləni qadağan ediblər. Tövlə tikmək olmaz. London Universitetini bitiriblər. London Universitetində qalaydılar. London heç bunları buraxmayaydı. Orada gedib elə afşorlarda, özü villalarında da yaşayaydılar. Azərbaycanı gəliblər. Bədbəxt eləməklə məşğuldular. Bütün mənalarında. Ölkəmiz başdan... Əziz dostlar, dəyərli tamaşaçılar, Əvəz bəyin çıxışı idi, yəqin izlədiniz. Allah kömək olsun. Çox maraqlı çıxışları olur. Hərdən efirdə mən də sindiqasiya çatdırıram. Düzgün yanaşma, məntiqli çıxış. Kənd Təsərrüfatı Nazirliyində bir dənə kənd uşağı yoxdur. Əksəriyyəti hüquqşünaslar Oxfordu qutarıb, töylə anlayışı olmayan, düz deyir, qoyun necə doğur bilir. Bunlar ancaq pul necə doğuzdurmaq lazımdır sahibkardan, üzr istəyirəm ifadəmə görə, onu gözəl bilirlər. Demək, kənd təsərrüfatı torpaqların təkcə istifadəsi nəzərdə tutulmur, həm də torpaqları qorumaq nəzərdə tutulur. Məsələn, su təsərrüfatı ilə məşğul olanlar elə bilir ki, hansısa bir sahəyə su verməklə bunun işi qutarır, meliorasiya sahəsi. Amma sən torpağı eroziyaya uğramaq, torpağı belə deyək də bütün sahələrə üzrə qorumalısan. Əziz dostlar, dəyərli tamaşaçılar, yəqin ki, mövzu ilə bağlı növbəti saatlarda efirə çıxanda davam etdirəcək. İcazənizlə mən sizdən